Gəlin bugün sizinlə həyatın musiqisini çalaq. Sağ əlimdə tutduğum çubuq təsəvvür edin ki, eləmək istəmədiyiniz amma eləmək məcburiyyətində özünüzü hiss elədiyiniz şeylər, sol əlimdəkilər isə eləməyə can atdığınız bir çox fəaliyyətlər və s. İndi bunlarla bir yerdə biz həyatımızı yaşamağa çalışırıq. İkisini bir yerdə istifadə edirəm, çətin olur. Birini istifadə edirəm, biri kənar qalır. Bunu istifadə edirəm, bu kənar qalır. Bu məsələ sizə əslində tanış gəlir. İşlərinizi eləməyə çalışırsınız, özünüzə vaxt ayıra bilmirsiniz, özünüzə vaxt ayırırsınız, tələbatlarınızı ödəyə bilmirsiniz. Əsas məsələ nədir? Həyatın musiqisi əslində paralel şəkildə çubuqları işlətdiyimiz zaman ortaya çıxır. Düzgün şəkildə. İndi deyə bilərsiniz ki, bunu demək sizin üçün rahatdır Çınara xanım. Biz də istəyirik ki, hər birini eyni vaxtda aparaq. Amma bu mümkün olmur. Mən də sizin fikrinizə razıyam. Əlbəttə, hər kəs istəyir ki, bunu düzgün şəkildə planlaşdırsın. Amma kiçik bir nüans var. Əgər mən bütün sferaları, iki məsələ yox, çoxunu bir yerdə mükəmməl şəkildə eləməli olduğumu düşünürəmsə, o zaman daha da əziyyət çəkəcəm. Yəni həyat hər şeyi mükəmməl şəkildə idarə edib, möhtəşəm musiqilər çıxartmaq deyil. Bəzən yaxşı ola bilər, bəzən pis ola bilər, bəzən ümumiyyətlə səssizlik olar. Dəyərli izləyicilər, həyatınızda olan musiqilər, ümumiyyətlə həyatınızın ritmi hər kəsdə fərqli şəkildə, fərqli tonlarda, fərqli ritmdədir. Hətta öz həyat daxilimizdə çaldığımız musiqilər belə eyni deyil və eyni olmaq məcburiyyətində də deyil.